Salam əziz abituriyentlər, 30 noyabr 2025-ci il tarixində 10-cu sinif 3-cü qruplar üçün keçirilmiş hədəf sınağının tarix sualları ilə tanış olaq. 31-ci sual, eradan əvvəl 1-ci əsrin 1-ci yarısı Roma tarixinə aid xüsusiyyətlər müəyyən edin. Bildiyimiz kimi eradan əvvəl 1-ci əsrin 1-ci yarısı eradan əvvəl demək 151-ci illər aralığını əhatə eləyir. Müharibə vaxtı orduya konsulların başçılıq etməsi, bəli. Konsullar eradan əvvəl 6-cı əsrdən etibarən seçilirdi və orduya başçılıq edirdi. Bu dövrdə də, Respublika dövründə də konsul fəaliyyəti var idi. Respublika idarəetmə institusiyanın yaranması, xeyr, bu eradan əvvəl 509-cu ilə aiddir. Alban qoşunların məğlub edilməsi, bəli, eradan əvvəl 66 Kür çayı sahilində döyüş nəzərdə tutulur. Misirin Roma'dan çevrilməsi eradan əvvəl 30-cu ilə aiddir. Bu isə 1-ci əsrin eradan əvvəl 2-ci yarısına aiddir. Spartak üsyanının baş verməsi eradan əvvəl 74-71. Bu da göstərilən dövrə, eradan əvvəl 1-ci əsrin 1-ci yarısına aiddir. Doğru cavabımız 1, 3, 5. Mətndə demək, bu dövrdən başlayaraq insanlar ilk dəfə misdən istifadəyə başladılar. Buna baxmayaraq daşdan azalmış əmək həyatları üstünlük qoyulsa. Eneolit dövründən söhbət gedir. Eneolit. İkinci mətndə isə kişilərin rolunun artdığı, xış əkinçinin yarandığı dövr, yəni erkən tunc dövründən söhbət gedir. Bizdən sual olaraq birinci mətndə bəhs olunan dövrdən fərqli olaraq ikinci mətndə bəhs edilən dövrdə, yəni eneolitdən fərqli erkən tunc dövrünə aid xüsusiyyətlər seçməliyik. Oturaq həyat mövcud idi, neolitdən etibarən var idi, eneolitdə də var. Dairə planlı ibarət evlər inşa edilmişdi. Bəli, bu yalnız erkən tunc aid xüsusiyyəti, eneolit dövründə yox idi. Əkinçilik əsas məşğul sahələrindən biri sayılırdı. Eneolit dövründə də belə idi. Neolit dövründən meydana çıxmışdı bu proses. İnsanlar kurqan qəbirlərə dəfn olunurdu. Bəli, yeni dəfn etmə adəti yaranmışdı erkən tuncda. Bunlardan biri də kurqan idi. 2 və 4 A variantı. Uyğunluğu müəyyən edin. İkinci vacib Sasanlara qarşı azad hərəkatı başlayılmışdı. Bəli, 457-463-cü illər aralığında ikinci vacib Sasanlara qarşı azad hərəkatı qaldıraraq asılıqdan çıxmağa cəhd göstərmişdi. Doğru cavabdır. Urnayer 2. Amid döyüşündə Sasanlar müttəfiq idi. Bəli, 359-cu ildə və hətta Romaya qarşı da qalib gəlmişdilər. Doğru cavabımız 2 və 4. Digər variantlara baxsaq, 3-cü Mömin Vaçaqan 1 və 3 səhv yanlış məlumatdır. Yeni Alban yazısını yaradan isə Assuagen adlı Arşaki, Alban Arşaki hökmdarı idi. 3-cü Mömin Vaçaqan deyildi. 34-cü sual. Qədim Azərbaycan dövlətləri Albaniya və Atropatenaya aid xüsusiyyətlər seçməliyik. Fraspa yaxınlığında Romalar məğlub edilməsi eradan əvvəl 36-cı il. Albaniya yox, Atropatenaya aid xüsusiyyətdir. Din xadimlərin əhalinin ikinci qrupuna daxil edilməsi, bəli, kahinlərdən söhbət gedir. Doğru cavabdır. Qanıq döyüşündə hökmdar Kozisin qələbə qazanması. Birincisi Kozis hökmdar deyir, sərkərdə idi. Həmçinin də o qələbə qazanmamışdı, məğlub olmuşdu. Demək, Atropatena, Qavqamiyat döyüşü eradan əvvəl 331-ci ildə baş verərkən Atropatena dövləti yox idi. Roma təhlükəsinə qarşı Parfiya ittifaqda girmişdi. Bəli, bunlardan nömrə olaraq 53-cü ildə baş vermiş Kara döyüşünü göstərə bilərik. Fraspa döyüşünü göstərə bilərik. Yunan mədəniyyətinin təsirinə məruz qalmışdı. Bəli, məsələn, Kirəmit. Doğru cavabımız 1B, 2B, C A variantı. 35-ci suala baxaq. Avropanın Atropatena dövlətlərinin Eylər-Vin diaqramının müqayisəsi. Burqundiyanın işğal edilməsi, bəli, bu Attilanın dövrünə aiddir. Katalon döyüşündən biraz öncə 1A. Uyğurlarla mübarizə aparması heç birinə aid deyil. B olan variantları avtomatik çıxırıq. Cavabımız çıxır. Romalara qarşı mübarizə aparılması hər ikisinə aiddir. Avropa Hun Katalan 451, Atropatena isə məsələn Fraspa döyüşü eradan əvvəl 36. Bu oxşarlıqdır. Axund dövlətinin süqutuna iştirak etməsi heç birinə aid xüsusiyyət deyil. Antoni başçılıq etdiyi Roma qüvvələrinin məğlub edilməsi də eradan əvvəl 36-cı il Fraspa döyüşünə Atropatena aid xüsusiyyətdir. 1A, 2Y, 3C. Xronoloji ardıcılığa baxaq. Kordova əmirliyinin yaranması bizim eranı 750-ci ilin Əməvilərin hakimiyyətinin bitməsi ilə Qəznəvilərin Hindistan bir sənədə keçirməsi bu Sultan Mahmud Qəznəvinin hakimiyyət dövrünə aiddir. Yəni 998-1030-cu illər aralığı. Ərəb İslam dövlətinin yaranması 630, Axund süqutu isə 567-ci ilə aiddir. Xronoloji ardıcılığı götürsək 4, 3, 1 və 2. Doğru cavabımız C variantı. 37-ci sual eradan əvvəl 3-cü minilliyə aiddir. Sparta şəhərinin əsasının qoyulması imkan məhdənin süqutu ilə yaranıb. Bu eradan əvvəl 2-ci minillikdə. Hindistanda ilk dövlətlərin yaranması eradan əvvəl 1-ci minillik. Dünya tarixində ilk imperiyanın yaranması bu Akkaddır. Eradan əvvəl 24-cü əsr. Bu da elə 3-cü minilliyə aid xüsusiyyətdir. Doğru cavabımız C variantı. Teoman tanrının ölkəni Balçə ilə birləşdirməsi eradan əvvəl 220, bu 3-cü əsrdir, 1-ci minillikdir. Qədim Misirdə nomların meydana gəlməsi də eradan əvvəl 4-cü minilliyə aid xüsusiyyətdir.
Burada şagirdlər səhvən B variantını götürə bilər. Diqqətli olun. Hindistanda ilk dövlətlər qeyd olunub. İlk şəhərlər, sivilizasiya nəzərdə tutulmur. Ona görə burada diqqətli olmalısınız. İlk dövlət eradan əvvəl 1-ci minillikdə yaranıb, vahid dövlət isə 3-cü əsrin ikinci yarısında Aşoka tərəfindən yaradılıb. Manna dövlətinə aid deyil. Heroqlif yazı var idi, bəli. Demək, Siviya tapıntısında bu məlumdur bizə. Urartun hərbi yükünə məruz qalıb dəfələrlə mərkəzləşmiş dövlət idi. Doğrudur. Əhəmənilərin hakimiyyətinə düşmüşdü. Xeyr. Midiyanın hakimiyyətinə düşmüşdü. Vilayətləri canişinə idarə edirdi. Roma imperatoru Mark Trayan fəaliyyətinə aiddir. Demək, Mark Trayan bildiyimiz kimi, demək, Mesopotamiya, Ərəbistan, həmçinin Parfiyanın paytaxtı Ktesifona qədər irəliləmişdi, amma üsyanlar səbəbilə geri dönmüşdü. Burada doğru cavab elə E variantıdır. Ərəbistan yarımadasında bir çox ərazilər işğal etmişdir. 7-ci əsrin 40-cı illərində ərəblər tərəfindən vergidən azad edilən ərazini müəyyən edin. Burada Dərbənd şəhərindən söhbət gedir. Dərbənd hakimi şəhərlə bağlanan müqavilənin şərtində belə bir məsələ var idi ki, Dərbənd əhalisi vergidən azad edilir. O şərtlə ki, onlar demək ərəblərə, Xəzərlərə qarşı, yəni şimal tayfalarına qarşı mübarizədə kömək etməlidirlər. Dərbənd şəhəri isə burada 5 kimi qeyd olunub, B variantıdır. Digər şəhərlər 1 Ərdəbil, 2 Şamaxı, 3 Gəncə, 4 Təbriz, 5 isə dediyimiz kimi Dərbənd şəhəridir. Birinci Göyçək və Qaraxanlılara aid oxşarlıq. Zəifləri iki hissəyə bölmələri bəli. Birinci Göyçək 680-ci illərində, Qaraxanlılar 1042-ci ildə. Çin Asiya salmaları ancaq birinci Göyçəkə aiddir. Muğan Xaqan dövr, Qaraxanlılarda belə bir xüsusiyyət yoxdur. Hindistan üzərinə yürüşlər yalnız Qaraxanlılara aiddir, Göyçəkə aid deyil. Aşina soyuna mənsubdur. Bəli, həm Qaraxanlılar, həm Göyçək, həm Xəzərlər. Doğru cavabımız 1-4. Bizansla diplomatik əlaqələr qurulması birinci Göyçəkə aiddir, Qaraxanlılara deyil. 42-ci sualı bax göstərilən aiddir. Xəzər xaqanı sülh bağladı. Albaniya daxil müstəqil qoruyub saxladı. Bildiyimiz kimi 665-ci ildə Xəzərlərin yürüşünün qarşısını alan Cavanşir Xəzər xaqanı ilə sülh bağlamışdır. Nicah diplomatiyası yaratmışdır. Bu da Cavanşirə aid xüsusiyyətdir. Aşağıdakı hadisələrin hansına yeni dəyişiklik Xuncalıcıq düzgün olar? Atabeydən siyasının hakimiyyətinə qatılması 227, Assogen bir sıra tədbirlər həyata keçirilməsi, Assogen hakimiyyətləri 424-444, 5-ci əsrin birinci yarısı, Ərəb-Xəzər müharibələrinin bitməsi 8-ci əsrin sonu. Sonunu mütləq qeyd eləməliyik, çünki sonunu qeyd etməsək 8-ci əsrin əvvəlində başqa bir hadisə var. Belə ki, Albaniyanın daxili müstəqil son qoyulması 705, bu da 8-ci əsrdə, amma əvvəlidir. Varaz Qriqorun Alban taxtasının əl keçirməsi isə 630-da hakimiyyətə gəlməsini nəzərə tutur. Xuncalıcığa baxsaq, 1, 2-də problem yoxdur, 3-də problem var. 3 və 5. 3 və 5-in yerlərini dəyişsək, Xuncalıcılıq daha düzgün olmuş olar. Cavab C variantı. Sasani dövləti və ərəb xalqının Azərbaycanda həyata keçirdiyi oxşar tədbir dini idarədə məxsus torpaqlar vəqf adlanırdı və ancaq ərəblərə aiddir. Dövlətə xidmət qarşılığında şərt torpağını verilmiş. Bəli, bu doğru cavabdır. Sasanilərdə bu torpağın adı Xostak 6-cı əsrdə Xosrov Vənşavan islahatı ilə Xostak, Xosrov bu cür yadda saxlayırsınız, Xos sözü ilə. Ərəblərə isə şərt torpaq adlanırdı İqta. Doğru cavabımız B-dir. Xəzər xaqanının süqutunun sürətlənən amillərdən deyil. Bildiğimiz kimi Xəzər xaqanlığı 965-ci süquta uğrayıb. Süqutunun səbəblərindən biri ərəblərlə mübarizə idi, peçenklərin basqınları idi. Müxtəlif dinlərin yayılması idi. Bəli, hər üç səmavi dinə sitayiş var. Türk xalqının basqını ilə peçenkləri nəzərdə tutur. Uyğurlarla mübarizə aparmayıb Xəzərlər. Sultan Mahmud hakimiyyət dövrünə aiddir. Sultan Mahmud Qəznəlinin bir sıra yeni şəhərlərin işğal edilməsi, yeni ərazilərin tutulması ilə bunlardan biri də Hindistan idi. Gucarat, Benqaliya kimi ərazilər tabe edilmişdi. Rəşdi xəlifəsi tərəfindən sultan tituluna layiq görülməsi, Rəşdi xəlifəsi yox, Abbasi xəlifəsi tərəfindən. Doğru deyil. Bu ölkənin sərhədini genişləndirmişdir. Doğrudur. Qaraxanlıların varlığına son qoymuşdur. Xeyr. Qaraxanlılar dövlətinin varlığına Xarəzmşahlar və Qarakitay tayfaları son qoyub, Qəznəlilər yox. Qarakitaylara qarşı da mübarizə aparması bu da yenə dediyim kimi Qaraxanlılara aiddir, Qəznəlilərə yox. Doğru cavab 1 və 3. 80 döyüşləri bildiyimiz kimi 829 və 836-cı illərdə baş verən 1-ci, 2-ci 80 döyüşlərin hər ikisində Xürrəmlər qalib gəlir. Avropanın axınına aid daha bir oxşar xüsusiyyət istəyir bizdən. Eyni əsrdə süqut etmələri, demək, Avropanın 470-ci ildə süquta uğrayıb, Axun isə 567-dir. Eyni əsr deyil. Hindistana yürüş yalnız Axuna aiddir. 4-cü əsrdə yaranmalar bəli doğru cavabdır. 4-cü əsrin 70-ci illərində Avropanın, 2-ci yarısında da Axun yaranıb. Sasanların asas alınması yalnız Axuna aiddir. Aksuvarxan dövrü. Bizansla müqavilədə yalnız Avropanın aiddir. Daha sonra baş vermişdir. Romada xristianlığa açıq öğretmə cəza verim 313. İkinci Göytürkün yaranması 682. Karfagen Roma həyatına çevrilməsi eradan əvvəl Pun müharibənin bitməsi 146. Paytaxtda oradan yeni Türk dövləti Uyğurlardan söhbət gedir. Uyğur dövləti 744-də yaranıb. Talas döyüşü isə 751-ci ildə baş verib. Ərəblərin içində məğlub etməsi. Daha sonra baş vermiş dediyi üçün E variantı doğru cavabdır.
Verilənlər müvafiq aiddir. Bu Xaqan 1-ci Göytürkün qurucusudur 552. Moyonçul Uyğurun 744-cü ildə qurucusudur. Satıq Buğraxan Qaraxanlının ən güclü hökmdarıdır. Uyğunluğu müəyyən edən üsyan rəhbərləri Kürşad və Babək. Kürşad bildiyimiz kimi 639-cu ildə Çinlilərə qarşı üsyan qaldırmışdı. Doğru cavabdır. Qalibiyyətlə bitib xeyri uğursuz olub. Üsyan nəticəsində 2-ci Göytü yaranıb. Bu Qutluğun üsyanıdır. Bu demək 682-ci ildə baş verib. Yəni Kürşada aid deyil. İkinci Həmədan döyüşündə Babək məğlub olmuşdu. Bəli, 833-cü ildə doğru cavabdır. Ərəblərə qarşı açıq hərəkət başlamışdı Babək. Bəli, 816-cı ildən 837-38-də ölənədək. Doğru cavabdır. Afşini məğlub eləyib, xeyr. Afşinə özü məğlub olmuşdu. 1A, 2A, B. Doğru cavabımız D variantıdır. Döyüşlərin düzgün nəticəsini müəyyən edin. Platiya döyüşü 732-ci ildə baş verib. Franklar məğlub olmayıb, qalib gəlib. Bəzi döyüşü 837-ci ildə baş verib. Xürrəmlər qalib gəlməyib, məğlub olub. Amid döyüşü 359-cu ildə baş verib. Roma məğlub olub. Bəli, doğru cavabdır. Sasanlarla Atropaten Albaniyanın birləşməsi, birliyi, müttəfiqliyi qalib gəlib. Bədir döyüşü 624. Müsəlmanlar bütpərəstlərlə mübarizə aparıb və qalib gəlib. Doğru cavabımız 3 və 4. Qanıq döyüşü isə eradan əvvəl 65-ci ildir və bu döyüşdə Pompey qalib gəlib, məğlub yox. Eradan əvvəl 509-cu Respublika idarəetmə sistemi yarandığı ərazi bildiyimiz kimi Romadan söhbət gedir. Romada qarın çəkməsi olaraq xəritədə qeyd olunub. Bu da doğru cavab deyil. 4-dür. Digər ölkələrə baxaq. 1 kimi göstərilən yer Fransadır. 2 Almaniya ərazisidir. 3 demək bu Avstriya Macaristan ərazisidir. Avstriya kimi qeyd eləyək. 5 isə Rusiyadır. Belə, xalqların böyük köçünün iqtisadi səbəbi bildiyimiz kimi xalqların böyük köçü 4-cü, 7-ci əsrlərdə baş vermişdi və bunun siyasi, sosial-iqtisadi səbəbləri var idi. İqtisadi səbəblərdən biri otlaqların çaşmazlığı idi və quraqlığın, aclığın baş verməsi idi. Sasanların Azərbaycanda fasilə tayfalı köçməsi məqsədi nə idi? Cənubi Azərbaycan işğalını tamamlamaq xeyr, bu məqsədinə artıq nail olmuşdu. Ümumiyyətlə, fasilə tayfaların köçürməsi 6-cı əsrdə daha geniş miqyas almışdı. Özlərinə də etnik daxil yaratmaq məqsədini güdürdülər. Əməvlərə qarşı mübarizə Əməvlərə gəlməmişdi. Azərbaycanda mövqedən möhkəmlənmək məqsədini daşıyırdı. Doğru cavabımız 2 və 4. Ərəbləri ölkədən çıxarmaq Ərəblərə gəlməmişdi. Atropatena Yunan mədəniyyət təsirini göstərir. Tikintidə kirəmitin istifadə doğru cavabdır. Böyük təhnə abidəsi 2-ci əsrə aiddir və Albaniyaya aiddir. Həsənli Qızılcan bu Manna dövrünə aiddir, Atropatena aid deyil. Kerifton məbədi də yenə də üzərində orada Heyraklının heykəli tapılmışdı. Bu da Atropatenada Yunan mədəniyyətinin, elmi mədəniyyət təsirini göstərir. Doğru cavab 1-4. 5 Nəqşirüstəm məbədi. Bu Sasanlar dövrünə aiddir. Bu ümumiyyətlə bu məbəd 3-cü əsrdə 1-ci Şapur tərəfindən tikilmişdi və Atropatenanın Sasanların tərkibində olduğunu göstərir. Uyğunluğu müəyyən edin Romalılar, Sasanlar, Xəzər. Kür döyüşündə Albanların məğlub olması 662-ci ildə baş vermiş Kür döyüşündə Cavanşir Xəzərləri məğlub etmişdi. İrsən keçən torpaqların dastəgir alınması bildiyimiz kimi bu Sasanlar dövrünə aiddir. Eradan əvvəl 1-ci əsrdə Azərbaycan yürüş etmələri Romalardan söhbət gedir. Dizrav döyüşündə qələbə çalmaları 371 yenə Romadan söhbət gedir. 8-ci əsr 1-ci əsrdə ərəblərlə mübarizə aparmaları Xəzərlər. Məsələn 722 və ya 731 bildiyimiz kimi 22 Bələncər döyüşü 731 Hilatdır. Savalandır. 737 isə, yəni 830-cu illərdə baş vermiş abi döyüşü Hilat döyüşüdür. Onların Xəzərlərin qarşısı bu döyüşdə alınmışdı. Situasiyanın oxsaz, burada Xürrəmlər üsyanına danışılır. 58 ilə bu üsyan soruşulur bizdən. Hansı üsyan? Xürrəmlər. Mənbədə qeyd olunan hadisələr zamanı Mərkəzi Asiya yaranmış Türk dövlətinin adını qeyd edilir. Bu elə bildiyimiz kimi 840-cı ildə yaranmış Qaraxanlılar dövlətidir. Ərəb xilafətinin parçalanması, üsyanların səbəbinə Ərəb xilafətinin parçalanması ilə Mərkəzi Asiya yaranmışdır. 60-cı sualda isə bizdən demək üsyana aid 2 nəticə qeyd olunur. Demək üsyan yatırıldı, belə qeyd edə bilərik. Məğlub oldu, belə də yaza bilərsiniz. Sonra Ərəb xilafəti üsyan səbəbi ilə zəiflədi və 9-cu əsrdə qeyd edə bilərsiniz parçalandı. Bu qədər. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Sağ olun.